Salam əziz müəllimlər. Mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə müəllimə. Mən bugün sizə mexaniki hərəkət və onun təsviri haqqında izah verəcəm. Ümumiyyətlə, hərəkət nədir? Cismin bir yerdən başqa bir yerə vəziyyətinin dəyişməsinə hərəkət deyilir. Əgər cisim bir yerdən digər bir yerə vəziyyətini dəyişirsə, biz deyirik ki, həmin cisim hərəkət etmişdir. Bəs mexaniki hərəkət nədir? Mexaniki hərəkət cismin fəzada başqa cisimlərə nəzərən vəziyyətini dəyişməsinə mexaniki hərəkət deyilir. Mexaniki hərəkətin səbəblərini, qanunlarını, qanuna uyğunluqlarını öyrənən elm mexanika adlanır. Mexanikanın əsas məsələsi cismin istənilən anda vəziyyətini təyin etməkdir. Yəni, həmin cismin koordinatını təyin etməkdir. Mexanikanın əsas anlayışları vardır. Zaman, sürət, yol, yer dəyişmə, trayektoriya, maddi nöqtə, hesablama cismi, hesablama sistemi bunlar mexanikanın əsas anlayışlarıdır. Maddi nöqtə verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan bir cisimdir. Əgər yer Günəş sistemində yerlə Günəş sisteminə birlikdə baxılarsa, deməli onda yer Günəş sisteminə nəzərən maddi nöqtə hesab edilə bilər. Çünki yerlə Günəş arasındakı məsafə çox-çox böyükdür. Amma yer öz ekvatorunda maddi nöqtə hesab edilə bilməz. Hesablama cismi nədir? Hərəkət hansı cismə nəzərən öyrənilirsə, həmin cisim hesablama cismi adlanır. Hesablama cismi, koordinat sistemi, zamanı ölçən cihaz birlikdə hesablama sistemini əmələ gətirir. Zaman hər hansı bir hadisənin davam etmə müddətidir. Zaman skalyar kəmiyyətdir. Vahidi beynəlxalq vahidlər sistemində saniyədir. Trayektoriya cismin cızdığı xəttdir. Cismin cızdığı xəttin uzunluğuna isə, yəni trayektoriyanın uzunluğuna isə yol deyilir. Yol skalyar kəmiyyətdir. Skalyar, müsbət skalyar kəmiyyətdir. Vahidi metrdir. Yol mənfi qiymətləri ala bilməz, sıfır ala bilməz, yalnız müsbət qiymətləri ala bilər. Yer dəyişmə isə cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. İstiqamətlənmiş sözünü ona görə vurğulayırıq ki, deməli yer dəyişmə vektorial kəmiyyətdir. Yer dəyişmənin də vahidi metrdir. Beynəlxalq vahidlər sistemində həm yer dəyişmənin, həm də yolun vahidi metr olaraq götürülmüşdür. Əziz müəllimlər, biz hər hansı bir cisim əgər hərəkət edərsə, müəyyən bir xətt üzrə hərəkət edir, müəyyən bir trayektoriya cızır. Həmin bu trayektoriyanın uzunluğuna biz yol deyirik. Amma bu trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasına isə yer dəyişmə deyirik. Yer dəyişməni S hərfi ilə işarə edirik. Vektorial kəmiyyət olduğu üçün onun vektor işarəsini mütləq şəkildə qeyd etməliyik. Yol isə skalyar kəmiyyətdir. Yolu isə L hərfi ilə işarə edirik. Düzxətli bərabər sürətli hərəkətdə cismin yol və yer dəyişməsi bir-birinə bərabər olur. Əgər cisim düz xətt boyunca hərəkət edibsə, deməli həmin cismin getdiyi yol və yer dəyişmə bir-birinə bərabərdir. Yol yer dəyişmədən böyük ola bilər. Nə vaxt? Əyri xəttli hərəkətdə. Və yaxud cisim hərəkət edib, qayıdıbsa, deməli onda onun yolu yer dəyişmədən böyük ola bilər. Yer dəyişmə sıfır qiymətini ala bilər. Nə zaman? Cisim öz başlanğıc vəziyyətinə təkrar geri dönübsə, deməli həmin cismin yer dəyişməsi sıfırdır. Amma yol yer dəyişmədən kiçik ola bilməz. Əziz müəllimlər, düzxətli bərabər sürətli hərəkəti xarakterizə edən əsas kəmiyyətlərdən biri də sürətdir. Sürət vektorial kəmiyyətdir. Sürət vahid zamandakı yer dəyişməyə bərabərdir. Sürətin vahidi metr bölünsün saniyədir.
Sürət vektorial kəmiyyətdir. Düz xətli bərabər sürətli hərəkətdə sürətin nə ədədi qiyməti, nə də istiqaməti dəyişmir. Ona görə də biz fizikada onu V bərabərdir konstant şəklində ifadə edirik. Bundan əlavə sürətin proyeksiya düsturu var. Vx bərabərdir son koordinatdan başlanğıc koordinatı çıxıb zamana bölürük. Biz bu tənliyə əsasən, verilmiş bu düstura əsasən son koordinatı tapa bilərik. X bərabərdir, x0 üstə gəlinsin, vx t. Bizim aldığımız bu tənliyə deyilir hərəkət tənliyi. Mexanikada hərəkət tənliyi və yaxud koordinat tənliyi. Cismin koordinatını təyin edəndə, son nöqtəni təyin edəndə biz həmin bu düsturdan istifadə edirik. Burada biz bu düsturun yerinə Sx vurulsun t-ni, Vx vurulsun t-ni S şəklində də ifadə edə bilərik. S. Deməli, biz nə bilirdik? Bilirdik ki, düzxətli bərabər sürətli hərəkətdə yer dəyişmə bərabərdir, sürət vurulsun zaman. Və biz bunu S şəklində ifadə edəndə, onda bizim koordinat düsturumuz x0 üstə gəlinsin, S şəklinə düşür. Və S buradan bərabərdir, x çıxılsın, x0. Yer dəyişmənin proyeksiyası. Deməli, yer dəyişmənin proyeksiyası son koordinatla başlanğıc koordinatın fərqidir. Əziz müəllimlər, gəlin indi də biz dediklərimizi test nümunələri üzərində izah edək. Belə bir məsələ verilib, düzxətli bərabər sürətli hərəkət edən cisim 10 saniyə ərzində K nöqtəsindən M nöqtəsinə çatır. Başlanğıc zaman anında bu cismin K nöqtəsindən keçdiyini qəbul edərək onun koordinat zaman tənliyini müəyyən edir. Bizə verilmiş x oxu üzərində, koordinat oxu üzərində deməli, biz müəyyən edirik ki, bizim başlanğıc koordinatımız x0-ımız -20-dir. Amma son koordinatımız, yəni x-ımız 60-dır. Biz bu tənliyi, bu məsələni, bu testi həll etməmişdən əvvəl sürətin proyeksiya düsturundan istifadə edərək sürətin qiymətini tapmalıyıq. Ona görə yazırıq, Vx bərabərdir, x çıxaq x0 bölünsün t. Gətirib qiymətləri yerinə yazsaq, 60 çıxaq, -20, -20-ni burada mütləq şəkildə nəzərə almalıyıq. Zaman bizə neçə verilib? 10 saniyə. Yazırıq 10 saniyə. Deməli, 80-i də 10-a böləndə 8 metr bölünsün saniyə. Deməli, bizim sürətimizin qiyməti 8 metr bölünsün saniyədir. Bəs mən koordinat zaman tənliyini hansı düstura əsasən müəyyən edə bilərəm? Biz bayaq yazmışdıq koordinat tənliyi x0 üstə gəlinsin, vx t şəklində. Burada başlanğıc koordinatı gətirib qoyuruq yerinə, -20 üstə gələk. Sürətin qiymətini tapdıq, 8 metr böl saniyə, yazırıq yerinə 8 vurulsun t şəklində. Mən aldığım bu tənlik, deməli mənim verilən məsələyə uyğun olaraq koordinat zaman tənliyimdir. Mən həmin tənliyi burada verilmiş cavabların içərisində axtarıram, ona uyğun olaraq C variantını müəyyən edirəm. Keçək növbəti suala. Növbəti sualda bizə deyir ki, maddi nöqtə düzxətli bərabər sürətli hərəkət edərək 10 saniyə ərzində AB məsafəsini qət edir. Maddi nöqtənin sürətinin Y oxu üzrə proyeksiyasını hesablayın. Biz burada müəyyən edirik ki, AB məsafənin həm X oxu üzrə, həm də Y oxu üzrə proyeksiyasını müəyyən edək. Deməli, bunun üçün AB nöqtələrindən həm X oxuna, həm də Y oxuna perpendikulyar düz xətlər endiririk və burada müəyyən edirik ki, bizə verilmiş bu hissə delta X-i müəyyən edir. Delta X-dir. Bu hissə isə delta Y-dir. Biz təyin edirik. Delta X bərabərdir. Delta X bərabərdir. X çıxaq, X0.
Qiymətləri gətirib yerinə yazsaq, 100 çıxılsın 20 bərabərdir 80 metr. Deməli, bizim delta x-imiz 80 metrdir. Bəs delta y nəyə bərabərdir? Delta y bərabərdir. Y çıxılsın y0. Y-imiz nə qədərdir? 100. Y0-ımız 40. Deməli, edir 60 metr. Biz müəyyən etdik ki, bizim verilən AB cisminin həm Y oxu üzrə, həm də X oxu üzrə proyeksiyalarını. Gəlin indi həmin maddi nöqtənin sürətinin proyeksiyasını tapaq. Bizdən soruşur Y oxu üzrə sürətin proyeksiyasını hesablayın. Gəlin biz həm X oxu üzrə sürətin proyeksiyasını hesablayaq, həm də Y oxu üzrə sürətin proyeksiyasını hesablayaq. X oxu üzrə sürətin proyeksiyasını yazsaq, Vx bərabərdir Vx bərabərdir delta x bölünsün t şəklindədir. Vy bərabərdir delta y bölünsün t şəklindədir. Bu düsturlara əsasən biz sürətin proyeksiya düsturunu hər iki ox üzrə, həm x ox üzrə, həm də y ox üzrə müəyyən edə bilərik. Delta x qiymətini neçə almışdıq? 80 metr bölünsün neçə saniyə ərzində? 10 saniyə ərzində. 10 bərabərdir 8 metr bölünsün saniyə. Delta y müəyyən edəndə isə delta y-in qiymətini neçə almışdıq? 60 metr. 60 metr bölürük 10 saniyəyə. Deməli, aldıq 6 metr böl saniyə. Beləliklə, bizim cavabımız olur C variantı. Maddi nöqtənin y oxu üzrə sürətinin proyeksiyası 6 metr böl saniyədir. Keçək növbəti məsələyə. Cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişməsindən neçə dəfə çoxdur? Biz bunu müəyyən etmək üçün gedilən yolda əgər cisim hansı hissələrlə hərəkət edirsə, həmin hissələri biz cəmləməliyik. Yazırıq, L bərabərdir AB hissəsi, üstə gələk BC hissəsi, üstə gələk CD hissəsi. Bərabərdir 5 metr, üstə gələk 6 metr, üstə gələk 3 metr. Deməli, bizim yolumuz 14 metrdir. Bəs yer dəyişməni necə tapa bilərik? Yer dəyişmən bildiyimiz kimi cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Ona görə cismin həm başlanğıcından, həm son nöqtəsini birləşdirən düz xətt çəkirik. Burada biz həmin cismin üzərində belə bir fiqur qurub, düzbucaqlı üçbucaq alırıq. Həmin düzbucaqlı üçbucağa əsasən müəyyən edirik düzbucaqlı. Burada belə bir A, B, C, burada bir M yazsaq, A, B, C, M düzbucaqlısı. Həmin düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olduğu üçün bu tərəf 5 metrdirsə, deməli bu tərəf də 5 metrdir. Bu tərəf 6 metrdirsə, deməli bu tərəf də 6 metrdir. Onda bizə verilən düzbucaqlı üçbucağın bir katetinin qiyməti 8 metrə bərabər olur. Və buna əsasən də biz bizə verilən yer dəyişməni tapmaq üçün, S-i tapmaq üçün Pifaqor teoremindən istifadə edirik. Kök altında 6-nın kvadratı, üstə gələk 8-in kvadratı. Bərabərdir kök altında 100. Kök altında 100-dən də çıxır 10 metr. Deməli, bizim yer dəyişməmiz 10 metrdir. Bizdən soruşur, yer dəyişmə, cismin getdiyi yol yer dəyişmədən nə qədər çoxdur? Neçə dəfə çoxdur? Onun üçün biz yolu yer dəyişməyə bölməliyik. Yola aldığımız qiymət 14 metr, yer dəyişməyə aldığımız qiymət 10 metr. Deməli, buradan alırıq ki, cismin getdiyi yol yer dəyişməsindən 1,4 dəfə çoxdur. Cavabımız olur C variantı. Əziz müəllimlər, biz bugün sizinlə mexaniki hərəkət və onun təsvirinə aid izahı verdik. Həmçinin sizinlə test nümunələrinə baxdıq. Növbəti dərslərdə görüşənədək.